Mətnə görə fikirlərdən biri doğrudur. Ciddi görkəmlə şəkil çəkdirənlər yalnız böyükləri idi. Yanlış fikirdir, çünki mətnin birinci abzasında böyük və uşaqların adı çəkilir. 20-ci əsrin əvvəlləri ilə indiki dövrdə çəkilən şəkillər eyni zamanı alır. Bu mətnə əsasən yanlış fikirdir. Əslində burada indiki dövrdə nə qədər zaman aldığı qeyd olunmayıb. Sadəcə 1900-cü ilə qədər inkişaf etməsi, 20 saniyəyə başa gəlməsi göstərilir. Təbii ki, indiki dövrdə bu daha tez baş verə bilər, amma mətndə bu fakt yoxdur. 20-ci əsrdə kamera qarşısında 20 dəqiqə gözləmək lazımdır. Bu yanlışdır, çünki 20 saniyə verilib. 1900-cü il 20-ci əsr hesab olunur. Bir neçə əsr bundan əvvəl fotoşəkillərin çəkilişi uzun müddət alırdı. Cavabımız elə bu variant olacaq. Çünki söhbət gedir 18-ci əsrdən, 19-cu əsrdən, hətta 20-ci əsrdən, deməli, bir neçə əsr əvvəl qeyd edə bilərik, hal-hazırda 21-ci əsr olduğuna görə. Toy şəkilləri fərqlənirdi, xeyr fərqlənmirdi. Toy şəkilləri də digər şəkillər kimi insanlar orada gülümsəmirdilər. Yəni bütün şəkillər bir-birinə bənzəyirdi. Həmçinin toy şəkilləri də.